Layihə Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanıb. Yaşıl Dünya naminə həmrəylik göstərib Space TV-də Yaşıl Həyat deyirik. Söhbətçiniz mənəm Murad Əzimzadə. Bugün də müzakirə eləyəcəyimiz mövzumuz və qonaqlarımız var. Sənaye parklarının ekoloji vəziyyətə təsirindən danışacağıq. Eyni zamanda müasir texnologiyanın ekoloji zərərin qarşısını ala bilib-bilməyəcəyini müzakirə eləyəcəyik. Karbon qazı insana, təbiətə mənfi təsir göstərməyib. Müəyyən səviyyədə olmalıdır. O biraz azalsa və artsa, onda problemdir. Onlar yoxlaşsınlar, nəzarət eləsə, hansı zavod çirkləndirirsə, çirkləndirmənin səbəbi nədir? Burada məsələ ondadır ki, bu ahəngliyi qoruya biləcəyikmi ya yox? Əgər iqlimə qarşı mübarizə aparmaq istəyirlərsə, real iş görsünlər. Yalan danışmasın, cəmaatı da aldatmasın. Əməkdaşlarımızın hazırladığı xüsusi reportajı izləyək, sonra həm mövzumuzu, həm də qonaqlarımızı təqdim eləyəcəm. Yaşlı Həyat komandası bu dəfə sizlər üçün Şamaxıya gəldi. Çəkib göstərmək bizdən, baxmaq sizdən. Yaşıl Həyat komandası bu dəfə Şaxdağ Milli Parkı Şamaxı bölməsində. Buradaydı hazır biz durduğumuz yerdə hansı növ ağaclar var və qırmızı kitaba düşmüş, sonra heyvan növləri, hansılardır? Burada hal-hazırda fıstıq ağacları var, palıd, cökə, vələs, tikanlı bitkilərdən, kol bitkilərindən var, yemişan var, əzgil var, iynə yarpaqlı ağaclardan ardıc ağaclar var. Sonra qırmızı kitaba düşmüş qaracöhrə bitkisi var ki, ağacları var. Sizin meşələrdə hansı növ heyvanlar var, mövcuddur? Heyvan növləri çoxdur. Bu günləri boz ayı var, qonur ayı var, vaşaq var, canavar var, tülkü var, çaqqal var, çöl donuzu var, cüyür var, Avropa cüyürü var. Tez-tez mi rastlaşırsınız olarım siz bu ərazi? Belə baxıram biz gələ-gələ həqiqətən də məsafə çox uzundur. Və gələndə üzə gəlirsiniz yəqin ki o heyvanları, yoxsa fototələlərlə müşahidə edirsiniz? Yox, biz reydlər zamanı görürük onları. Siz indi gələndə də onların ləpirlərindən, porsuq ləpirində təsadüf elədik gələndə. Belə də gəzəndə, yəni reydlər zamanı onlara rast gəlmək olur. Hal-hazırda indi bizim marşrutumuz Xalıç şəlaləsinədir. Birbaşa ora gedirik. Birbaşa ora gedirik Xalıç. İndi hal-hazırda biz birbaşa Xalıç şəlaləsinə gedirik. Gedək görək ora nə olan şeydir, necə bir yerdir. Hal-hazırda biz Şaxdağ Milli Parkı Şamaxı bölməsi arasında yerləşən dəniz səviyyəsindən 1405 metr yüksəkdə olan Xalıç şəlaləsindəyik. Biz gəldik, çıxdıq artıq Xalıç şəlaləsinə. Xalıç şəlaləsi rayon mərkəzindən 23 kilometr uzaqlıqdadır. Hal-hazırda dayandığımız yer Xalıç şəlaləsidir. Xalıç şəlaləsinin hündürlüyü 35 metrdir, 35-40 metr bu aradadır. Xalıç şəlaləsi əsasən suları götürür, yuxarı dağlardan götürür. Bir də qurunç sularından əsasən qidalanır. Axıb gedir Ağsu çayına birləşir.
İndi hal-hazırda don olduğuna görə, qış mövsümü olduğuna görə biraz şəlalədə su azdır. Yaz aylarında amma şəlalə daha coşqun olur, daha mənzərəli görüşür. Ona görə indi hal-hazırda qar olduğuna görə su azdır. Donub da belə bax. Bəli, donub şəlalə demək olar ki, donub da, sular donub, ona görə az gəlir su. Bugün sənaye parklarının ekoloji vəziyyətə təsirindən danışacağıq. Eyni zamanda müasir texnologiyanın ekoloji zərərin qarşısını ala bilib-bilməyəcəyini müzakirə edəcəyik. Və bu ekoloji zərər insanlara necə təsir göstərir? Bunu da araşdıracağıq. Studiyamızın qonaqları Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri ekoloq Telman Zeynalovdur və valyoloq İbrahim Əsədlidir. Xoş gördük, xoş gəlmişsiniz. Xoş günümüz olsun. Telman, mən ümumiyyətlə gəlin belə bir mövzuya giriş eləyək ki, sənaye parkları necə olmalıdır, necə fəaliyyət göstərməlidir? Sənaye parkı deyiləndə tamaşaçılar, izləyənlər nə başa düşməlidir? Buyurun. Söhbət ondan gedir ki, əgər biz doğrudan da hər hansı bir Sumqayıt şəhərində və yaxud da MBNZ-də olan ərazilər, parklar varsa, yəni müəssisə təşkilat parklarındadır, orada həm təmizləyici qurğular olmalıdır, həm tullantılar üçün yer olmalıdır. Ona görə də o ərazilər insana nə qədər təsir göstərirsə, mən deyərim ki, tamamilə indiyə qədər ki, fikir gedirik ki, karbon qazı, nefti də, qazı da dayandıraq, 80 illik istifadə elədiyimiz neftin qazdan imtina eləyib, yeni texnologiya keçir. Bu, dünyada gedən oyunlardılar. Siyasi, çirkin oyunlar gedir. Mənə gəlir ki, neft heç vaxt karbon qazı insana, təbiətə mənfi təsir göstərməyib. Karbon qazı həmişə qalxıb da, enib də. Mən yadımdadır, mənim yanımda yox, yəni tarix izləyən göstərirlər ki, 500 milyon il bundan əvvəl karbon qazı 3000 idi atmosferdə. Temperatur o dərəcə qalxmamışdı. Ancaq indi söhbət bundan gedir. Bu çirkin oyunlar gedir. Əsas səbəb nədir? Neftlər, indi yaxud da Sumqayıtdakı olan və yaxud da MBZ-də olan zavodlarına onları da bağlasınlar. 10 minlərlə, 100 minlərlə insanları işsiz qoysunlar. Sonra nəyə nail olacaqlar? Mənə lazım deyil. Enerji tullantıları, günəşdən alınır, tutulan bir də külək enerjisi. Onlar təbiətə çox ziyan vururlar. Azərbaycanda Hindibsat külək var. Bir ay bundan qabaq yağışlar, yağış dalısıcan bir həftə, bir ay yağış yağırdı. Soruşurlar, qar töküldü, qar yağacaq, deyim yağacaq. Bu havanı gördünüz. Ancaq indi görürsən 2 həftədir günəş çıxır. Temperatur 9, 8, 7. Yağış da yox, bir şey də yox. Bu oyunlar gedir təbiətdə. Ona görə də bu oyunların qabağını kəsmək üçün ilk növbədə dövlətin qurduğu bu təşkilatlar, o təşkilatlara aid ekologiya komitəsi var. Ekologiya Nazirliyi var. Onlarda monitoring bölməsi var. Onlar yoxlasınlar, nəzarət eləsələr, hansı zavod şirkləndirirsə, səbəbi şirkləndirmənin səbəbi nədir? Alüminium zavodu Sumqayıtda. Neyə şirkləndirir? Karbon qazı bıraxır. Karbon qazı ətrafını şirkləndirmir. Hamısı deyirlər karbon qazına düşdülər ki, nefti, qazı qiymətini qaldırsınlar və yaxud da tamamilə məhv eləsinlər. Nəyə görə? Günəş panelləri, Amerikadan gətirdiyi günəş panelləri, mən 1904-cü ildə, 2004-cü ildə bu işlə məşğul idim. Onda işləyirdim ekologiya komitəsində. Bu işlə də məşğul idim, gəlib qururdum. Görürdüm, o qədər enerji vermir. Ancaq yerlər əhatə edir, zəbt edir, torpaqları zəbt edir. O torpaqlarda mən əkin əkərəm, yaşıllıq yaradaram. Karbon qazı yaşıllığı daha inkişaf elətdirir. Karbon qazı insanın sağlamlığına da müsbət təsir göstərir. Nəyə görə qarşı ona mübarizə aparırlar? Yaxşı olar ki, əgər dövlət istəyirsə, hər hansı bir yaşıl iqtisadiyyat deyil, yaşıl texnologiyadır, nə deyirsə, ona həyata keçirmək istəyirsə, ilk növbədə tullantıları idarə eləsinlər. Tullantıların idarə olunması vacibdir. Tullantıların idarə olunması, bir də ki, deyirlər ki, yer kürəsində, ilk növbədə yer kürəsində metan qazıdır, ətraf mühiti çirkləndirən.
Torpaqların asfalt gözü təzə asfalt salırlar. Asfalt bir aydan, 2 aydan, 3 ildən sonra asfalt çatlayır, çat verir. Torpağın dibindən nə qədər siz metan qazı partladır, onu üzə çıxır. Metan qazı karbon qazından 80 dəfə güclüdür. Dövlətlər arasında müharibə gedir. Varlı dövlətlər, kasıb dövlətlər. Kasıb dövlətlər məhv eləmə niyyətindədirlər onlar. Yaxşı ki, Azərbaycanın nefti var, qazı var. Nefti məhv eləyə bilməz. Azərbaycan məhv eləyə bilməz. Xəzər dənizdə nə qədər siz neftimiz də var, qazımız da var. Bu var. Aydındır. Telman müəllimin söylədiyi fikirlər içərisində çox vacib məqamlara toxundunuz. Ən əsas da bu inkişaf etmiş ölkələrin, böyük ölkələrin, hansı ki neft-qaz hasilatında da ilk yerləri tutan ölkələrin əhalisi, ərazisi az olan, balaca olan ölkələrə təsiri var. Nə? Bəli. Məsələn, mən neft-qazı ancaq mən hasil eləyim. Sən neft-qaz çıxartma, sən öz təbii sərvətlərindən istifadə eləmə, nəticədə də iqtisadi cəhətdən məndən asılı qal. Bax, o çirkin oyun dediyi Telman müəllimə, bax, bu oyundur. Tamamilə razıyam. Bəli, ölkələr arasında müharibə gedir. Eyni zamanda bu da ciddi fəsadlar törədir. Həm ekoloji təsir göstərir, həm iqlim dəyişmələrinə səbəb olur. Buyurun. Ukraynadan neft keçirdi qərb dövlətlərinə. Ukrayna onun 20-30%-ni oğrayırdı öz ailəsini yəni əhalini saxlamaq üçün, qorumaq üçün, eləmək üçün. Rus məcbur oldu ikinci xət çəksin. Xət çəkəndə şimal okean, yəni şimal dənizində xət çəkəndə, onu da Amerika vurdu, partlatdı. Yəni istəmir ki, qərb dövlətləri Rusiyanın qazı getsin, eləsin. Təkcə Rusiyanın qazı getmirdi, Azərbaycanın da qazı gedirdi, Türkmənistanın da hamısının da. Bu oyunlar gedir. Ancaq bu çirkin neftə qaza qarşıdır. Aydındır. İbrahim müəllim, Telman müəllim qeyd elədi ki, karbon qazı o qədər də zərərli deyil. Metan qazı daha zəhərlidir. Həm ekologiyaya, həm insanlara. Necə münasibət bildirərdiniz? Həqiqətənmi bildiyimiz bu karbon qazı elə də təhlükəli deyil? Yoxsa onun təhlükəli olması müəyyən dərəcələrlə müəyyənləşir? Buyurun. Mən sözümə daha Ustad Nizaminin sözündən istəyirəm başlayam. Deyir, incə bir saflıq varsa da suda, artıq içiləndə dərd verər o da. Ekoloji durumu kim təyin eləyir ki, nə ziyandır, nə xeyirlidir? Biz təyin eləyirik. Və biz də təyin eləyirik necə yaşamaq istəyirik. İbtidai insanlar hansısa meşənin bir hissəsini kəsib, doğrayıb, meşələri məhv eləyəndə, indi onları indi cəzalandırmalıydıq biz. Söhbət, bilirsiniz, ekologiyadan gedəndə onun faizindən söhbət gedir. Kim neçə faiz nəyi zəhərləyir, kim neçə faiz nəyə təsir göstərir. Deyək ki, insanlar bir meşəni kəsiblərsə, kəssinlər də dünyada milyon dənə meşələr var. Onlara nə təsir eləyəcəkdir ki? Deyirlər ki, karbon qazı artıbdır, filan elibdir. Bu cəfəngiyatda heç nə də artıb eləməyibdir. Biz kimik ki, nəyik ki? Laylar var. Litosfera, hidrosfera, biosfera və s. Biz biosferanın neçə faizinə təsir eləyə bilər? Biz heç nəyik. Dünyada cəmi 10 milyard insan varsa da yoxdur da heç bilinmir, statistikası düzgün aparılmır. Bu aparılan sənaye məsələləri isə bunlarda bilirsiniz, dəqiq biz bilirik ki, iri neft şirkətləri birbaşa ziyandır bəşəriyyətə. Nə qədər onlar nefti dağıdırlar bütün planetdə. Nə qədər yerin altından neftlər çıxır, bütün ölkələri məhv eləyiblər. Bu problemdir. Aral dənizini qurudublar. Bütün Avropanın çaylarını zəhərləyiblər. Kür çayını indi zəhərləyirlər. Ekoloji durum budur. Bilirsiniz, iri sənayələşmə gedəndə burada taxtanın iki tərəfi var. Birindən kimisə vurursansa, o birisi qayıdıb səni də vura bilir. Əgər sən sivilizasiyanı, mədəniyyəti inkişaf elətdirirsənsə, sən məcbursan yeni elmə inkişaf eləyəsən. Elmin inkişafında da sən müəyyən çətinliklərlə rast gələcəksən. O çətinlikləri gərək dəf eləyəsən. Və burada bizim biliyimizdən asılıdır ki, biz nəyə nətər təsir eləyirik? Biz, misal üçün, fikirləşirik ki, karbon qazı insana ziyandır. Amma karbon qazı elədiyin ziyan deyil. Karbon qazından bütün bu ağaçlar, yaşıllıqlar qidalanır. Karbon qazı olmasa onlar nə ilə qidalansın? Onlar üçün oksigen zəhərdir. Hansısa bir dənə bir qapalı bir mühit yaradın, orada oksigen çoxlu verin. Oksigen zəhərdir. Zəhər oksigendir. Kimsə dedi ki, karbon zəhərdir. Oksigendir zəhər. Bitkilər üçün elədir, bəli. Hamı üçün. İnsana azon verin, həmin oksigenin artıq formasıdır. Ya artıq oksigen biraz verin ağciyərlərə, insan məhv olacaqdır. Sizə kim dedi ki, oksigen xeyirli bir şeydir?
Oksigen ən güclü oksidləşdirən verən bir maddədir. Ən böyük zəhər oksigendir. Amma oksigen o müəyyən səviyyədə olmalıdır. O biraz azalsa və artsa onda problemdir. Karbonda problem yoxdur. Karbon biraz artıq olarsa da ağaclar artıq olar, yosunlar artıq olar. O karbonu planetin öz tənzimləmə sistemi var. Güya ki, elə biz çox başımız çıxır ki, kainat nətər qurulub. Güya ki, elə xəbərimiz var ki, hansı qaydalarla kainat idarə olunur. Yeki danışırıq ki, filan şey belə gəldi, azon qatı belə getdi, karbon belə gəldi. Bu hamısı uydurmalardır. Bu hamısı, siz bu nadan insanların, bic insanların, imperialistlərin oyunlardır ki, ortaya atırlar ki, öz maraqlarını həyata keçirsinlər. Haçan lazım olsa ki, harada inkişaf eləmək lazım, sivilizasiya. Harada lazımdır ki, orada məhv eləsin, yox deyir ekologiya. Ən böyük bədbəxtçilik verən insanlar, bəşəriyyəti həmən o beynəlxalq imperialistlərdir. Və onların yerli tulaları da bütün indi planetdə, hansısa bir ölkələrdə, onların diktəsi ilə öz ölkələrini məhv eləyirlər. Bilirsiniz, bu iqtisadi durumla ekoloji durum bir-birinə çox sıx təmasdadır. Bəli, vəhdətdədirlər. Əlbəttə. Deyək ki, inkişaf eləməmiş ölkələr var, Afrikanın cəngəllikləri, ya deyək ki, Amazoniyanın filan cəngəllikləri. Onlar inkişaf eləmir, amma onlar xoşbəxt yaşayır. Onlar necə yaşayırlarsa o tayfalar özləri bilərlər. Amma müəyyən bir başqaları gəlib onlara öz mədəniyyətini yeritdirirlər. Konkistadorlar gəldilər, 400 nəfər, 4 milyard insanı kəsdilər, doğradılar Amerikada. Məhv elədilər bütün Amerikanın sənayesini, məhv elədilər Amerikanın bütün ekologiyasını. Orada nə qədər nadir heyvanlar var idi, məhv elədilər. Nə qədər orada Latin Amerikasında mədəniyyətlər var idi, bir etnosid elədilər, genosid elədilər, ekosid elədilər. Hamısını məhv elədilər. İndi kim nədən danışırıq biz? Biz hara doğru gedirik? Güya ki, bu sənaye parkların olmaması yaxşı deyə olması əlbəttə olmalıdır. Siz sivilizasiyanın qarşısını ala bilməzsiniz. Sadəcə olaraq burada məsələ ondadır ki, bu ahəngliyi qoruya biləcəyikmi ya yox? Əgər qoruya biləcəyiksə, ekolojik odur. Qoruya bilməyəcəksə, bədbəxtçilik odur. Mən valioloqam. Valiologiya sağlamlıq haqqında elmdir. Bu həm insana aiddir, həm cəmiyyətə aiddir, həm bütün bəşəriyyətə aiddir. Və biz də bilirik ki, müəyyən bir, dünən elm bu qədər bilirdi, bugün bu qədər bilir, sabah bu qədər biləcək. Bu çərçivədə müəyyən proqnozlar eləmək olur. Amma bilmədiyimiz sonsuz bir şeylər var. Bilirsiniz, biz indi müəyyən insanın qaydasında götürək də, deyək ki, insan orqanizmi özü çox gözəl tənzimləyir. Biz artıq istiliyə düşürüksə soyuyacaq, artıq soyuğa düşürüksə istilənəcək, artıq qələvi yersə turşulaşacaq, artıq turşu yersə qələviləşəcək. Orqanizm özünü çox gözəl tənzimləyir və siz elə bilirsiniz ki, planet özünü gözəl tənzimləyə bilmir. Güya ki, tənzimləyə bilir. Milyon il bundan qabaq insanlar yox idi, ekoloji faciələr baş vermirdi. Bir dənə vulkanın püskürməsi bütün ekoloji durumu bədbaxt günə qoya bilmir. Biz insanlar nəyik ki, heç nə? Güya ki, bütün meşənin bir dənə qarışqa yuvası orada nəsə təsir eləyə bilər. O gərək 1000 dənə elə qarışqa yuvası olsun ki, o meşəyə nəsə bir təsiri olsun. Güya ki, bir canavarla bütün meşənin ekoloji durumu dəyişir. Yəni, bilirsiniz, burada məsələ nədə gedir? Ekoloji vəziyyət çox önəmlidir. Amma ekologiya hər şey asılıdır elmin inkişafından bir və ikinci, geosiyasi vəziyyətdən, siyasi-iqtisadi vəziyyətdən. Siyasi-iqtisadi vəziyyətsə onu göstərir ki, cəmi iki qüvvə var planetdə. Burja diktatorası ya proletar diktatorası. Burja diktatorası bir ideyadır ki, hər şeydən üstün puldur. Proletar diktatorası bir ideyadır ki, hər şeydən üstün insan əməyidir, insan yaşamıdır, insan şərəfidir, insan həyatıdır. Ekologiya nəyi düşünür? Pulu mu düşünür, yoxsa insanı mı düşünür? Məntiqlə odur ki, insanı düşünür. Lakin bugün biz görürük ki, burja diktatorası cəmiyyətində yaşayırıq. Beynəlxalq imperialistlər və onların cürbəcür strukturları planeti məhvə doğru aparır. Onlar axmaqdırlar. Onlar oturduğu budağı kökündən kəsirlər. Onlar elə bilirlər ki, kainatın qanunlarını papiş tikə bilərlər. Tikə bilməzlər. Çünki onlar da bu planetin sakinləridir. Və onlar bir dəfə bu silahlar yarışması gedəndə onlar hidrogen bir bombası hazırlamışdılar. Və o yer kürəsini bir neçə dəfə o dalğa, zərbə dalğası bir neçə dəfə əhatə eləmişdi. Nələr problemlər yaratmışdı. Elə güclü bugün texnologiyalar var ki, biz bugün planeti tam məhv eləyə bilərik. Digər tərəfdən, son 100 ildə
kifayət qədər gözəl texnologiyalar var ki, onlar bizim həyatımızı tamamilə dəyişə bilərdilər. Niyə? Niyə yoxdular onlar? Niyə 1930-cu illərdən belə hələ Henry Ford kimi görkəmli bir sənaye adamı idi? Onun elektromobillərini 30 min dənə ədədi qəsdən geri çağırtdırdılar. Niyə 2008-ci ildə Yaponiyada su ilə işləyən, adicə su tökülsən, su ilə işləyən avtomobillər var idi. Onu geri çəkdirirlər. Niyə? Maqnit mühərrikləri var. Çoxdandır mövcuddur o maqnit mühərriklər. Yerin cazibə qüvvəsi ilə işləyən gravitasiya mühərrikləri mövcuddur. Niyə bunları ortaya çıxardıb eləmirlər? Bilirsiniz, bunların hamısının sualdan sual doğurur və bu biliklər tələb eləyir ki, biz çox şey doğrunu bilmirik. İndi mənim kimi araşdırmaçılar var ki, hansı ki buna maraqlıdır, mən bunları araşdırıb ortaya çıxarda bilirəm. Amma digər insanlar bunları nətər ortaya çıxartsınlar? Necə bilsinlər ki, bu doğrudur ya yanlışdır? Deyək ki, biz rahatçılıq eləmək istəyirik. Deyək ki, mobil telefonlardan istifadə edirik. Amma mobil telefonu ərsəyə gətirilməsində nələrdən istifadə olunur ki, və hara ziyan dəyər və nələr baş verir? Başa düşürsünüz? Yaxud da ki, bizim evimizdə gözəl istilici sistemlər var, işığımız var. Bu işığın ərsəyə gəlməsində nələr ekoloji katastrofalar baş veribdir. Siz elə bilirsiniz ki, hər hansı bir hidroelektrostansiyanın tikilməsində, oradakı o ərazini tamamilə su basanda, o yaxşıdır yoxsa pisdir? Kim bilir? Əgər xırdadırsa, belə bir problem yoxdur. Amma bunun daha ağıllı, daha elmi, daha mütərəqqi yolları varsa da, onlar niyə ortaya qoyulmur? Bax, mənim bir valioloq kimi yanaşmam budur ki, ekoloji odur ki, insanı təmin eləyəsən tələbatını, amma qədərincə. İnsana yemək verəsən, amma elə eləyəsən ki, sabahki günə də yemək qalsın. İnsana enerji verəsən, amma elə eləsən ki, sabahı günü də enerji qalsın. İnsana müəyyən bir xidmət göstərəsən, mədəniyyət inkişaf eləyə, rahatçılıq ola, amma elə olsun ki, sabahı günə də qalsın. Bax, o sabahı günə qalmamaq məqamında problemlər var. Müəllim bayaqlar bir fikir söylədi, istəyirəm onunla bir fikir mübadiləsi kimi bir məsələ aparam. Misal üçün, neft. Neft yaxşıdır yoxsa pisdir? Nə yaxşıdır, nə də pis. Güya ki, kimya inkişaf eləməmiş, neft kimə nəyə lazım idi ki? Neft təbiətə qədər, hindiyə qədər mənfi təsir göstərməyib. Göstərməyib. Bundan sonra niyə göstərməli idi ki? Hə? Baxın, meşələri göstərirsiniz də. Bu neçə milyon illərlə o bitkisal, orqanik məhsullar hamısı gedib, təzyiq altında orada müəyyən bir şeyə laya çevriliblər. Kömürə çevriliblər, qaza çevriliblər, neftə çevriliblər, düzdürmü? Bunlar hamısı orqanik məhsullardır. Bəli. Bu təbiətin, planetin öz qanıdır, öz canıdır, özü bilər. Haçan bezər, aralanar, püskürdər, atar qırağa, sarılar təzədən bağlanar. Planet canlıdır belə götürsək. Yəni o canı o cəhətdən deyil ki, biolojidir. Amma öz qaydalarıyla idarə olunan bir strukturdur. Yəni biz bilmirik planet niyə belədir və niyə məhz buradadır. Bir balaca hansısa konstant da dəyişsə, kainatda günəş sistemində biz məhv ola bilərik. Amma ən az neçə vaxtı biz mövcuduqsa, deməli, nəyəsə görə məhv olmuruq. Və biz kimi ki, bu duruma qarşı nəsə bir şey ortaya qoyaq. Biz bunu dərk eləməliyik. Dərk eləyib biz öz yaşayışımızı xoşbəxt və firavan eləməliyik. Bugün ekologiya, bugün ekoloji suallar ondan ibarətdir ki, biz niyə bugünkü gün ən yüksək elmi nailiyyətləri insanlara xidmətinə eləyə bilmirik? Budur məsələ. Misal üçün, bizim strukturumuz var. Beynəlxalq Sistemologiya Akademiyası, Valiologiya və İntegrativ Təbabət Mərkəzi. Bizim bir neçə təşkilatlarımız var ki, biz artıq xüsusi sənaye bitkişünaslığı sistemini vermişik. Fitotronlar sistemini artıq təqdim eləmişik. Prezentasiyalarımız var. Bunları hər yerdə təqdim də eləmişik. Azərbaycanın bütün nazirliklərinə də, Ekologiya Nazirliyinə də, Nazirlər Kabinetinə də bunlar hamısını yaymışıq. Yaşıl dünyanı tam təmin eləyən artıq 50 ildir ki, bir konsepsiya var ki, onun da rəhbərlərindən biri Jeremy Rifkindir. O ortaya bir məsələ qoyubdur ki, enerji paylansın, bir yerə mərkəzləşməsin. Bir çox enerji sistemləri hamısı bir-birini tənzimləsin. Çox gözəl bir tənzimləmə sistemləri var. Amma buna qarşı çıxan beynəlxalq imperialistlər, Schwabdır, o birisidir, bunlarsa bunun qarşısını alır. Bugün artıq çox rahatdır ki, bir cihazlar var, yəni hamı indi görə bilir, YouTube hostingində, kanalında bunlar hamısı var. Bir qurğudur ki, o həm geotermal enerjini, həm günəş küləyini, həm günəşdən, küləkdən, geotermaldan
və elektrik naqillərlə gələn elektriki hamısı özündə cəmləşdirir və süni intellekt vasitəsilə lazım olan məqamda hamısını özünü işlədir. Külək olanda külək enerjisini qoşur, işıq olanda işığı qoşur, qaranlıq olanda küləkli, yağışlı filan, qış vaxtları olanda yerin istisini götürür. Bunlar hamısı da işləməyəndə elektrik naqilini götürür. Elektrik naqili kəsildirsə, bir problem olsa, başqasını götürür. Yəni, bir neçə alternativ variantlardan istifadə edəndə çox rahat bir tənzimləmə olur. Texnolojikdir, bəli. Ekolojidurmu? Məncə, bəli. Çox ekolojikdir. Bax, müəllim deyir ki, o günəş panelləri yer sahə tutur. Qadın alın, güya ki, tutmasan ağaracaqdınız. Sizə kim icazə verəcəkdir ki, siz orada nəyəsə əkib bişəsiz? Baxın, görün, nələr baş verir bu dünyada, qadın alın. Keçən ildən imperialistlər Avropada, Kanadada və Rusiyada qəsdən iri malqaranı qəsdən məhv edib insanlara böcəkləri yedizdirirlər. Ekolojikdirmi bu? Ən qorxusu odur ki, indiki dövrdə, yəni 2005-ci ildə başlayıblar televizorda, internetdə, xarici şirkətlər, dövlətlər hamısı su qırtlığı yaranacaq. Üçüncü dünya müharibəsi yaxınlaşır. Ondan özünüzü qorxun. Mənə sual verirlər. Moskva mənə sual verir Azərbaycana, Telmana. Telman müəllim, qaq babaşımı, doğrudan da belə olacaq, dedim nədir? Azərbaycansa, Azərbaycanın ömründə su qıtlığı ilə üzləşə bilməyəcək. Nəyə görə? Azərbaycan ərazisi, baxmayaraq ki, Qafqazda, Cənubi Qafqazda 3 dövlətsə, Erməni, Gürcistan, Azərbaycansa, ən çox çaylar Azərbaycandadır. 3 tərəfi dağ olan, bir tərəfi dəniz olan ərazi heç vaxt susuz qala bilməz. 8400 dənə çay, xırdalı, irili çaylarımız var. Onların xırda çayları, deyək ki, 7000'dir. 1 kilometr, 300 metr, 500 metr, 600, 10 kilometr uzunluğundadır. 3 dənə, 4 dənə çayı birləşdir, bir dənə su bəndi yarat, su ambarları yarat. Həm balığı yetişdirərsən, həm də ərazini su ilə təmin edərsən bir bir də yağıntıları da yığ, yağışları. Heç kəs o işləri eləmək niyyətində deyil. Cəfəngiyyatdır, yayırlar. Ancaq mən deyərdim, o cəfəngiyyat bir tərəfi düzdür. Yadınızdadırsa, qədim ikən ortalıq üzrdə 1 milyard varlı adamlar yaşamalıdır yer kürəsində. Onlar həmən yolu gedirlər. Lazım olan çirkin oyunları qatırlar. Günəş panelləridir, külək panelləridir. Ərazini günəş panellərinə doldururlar, ellirlər. Sən kənd təsərrüfatı inkişaf elətdir. Sən nefti niyə təzdən qoymursan qazmağa? Niyə imkan vermirsiniz, cəmaat neftdən evini işitsin, xörəyini pişirsin, qazla zadlar? O təsir göstərir, təsir göstərmir. Mənim yadımdadır 2001-ci ildə, 2021-ci ildə mən Wisconsin ştatında idim. Hüseyin Bağırov onda nazir olanda göndərmişdi oraya, ekoloq kimi. Gəldi oraya, su içmək istədim. Su təmizləyici qurğuların yanına girdim oraya, deyim nə su gəlir, deyim Perviş Nabrabotka. İlkin maniyədən təmizlənmiş. Gözümü kol maniyyə doldurdum, içdim. Oran müdürün gözü kəlləsinə çıxırır, sən nə qarırsan? Dedim, su içdim də, su içmək istəyirəm də. Deyim, qrasni vada. Deyim, mənə ne kimya, mənim bədənim də 99% kimyadan ibarət. Lazım olsa təmizləyəcəm, narahat olmuyor. Onda mənə təklif edir ki, səni təklif edirəm direktor, buranın direktor olarsan. Sən cəmaatı zəhərləmərsən. İlk növbədə özündə yoxlayarsan. Bu var. Bu çirkin oyunlar gedir. Mən dərs yerdim. Prezidentin yanından İdarəçilik Akademiyası ekologiyadan. Alim adama. Sərf eləmədi onlara. Məriyyət tələbələrin reallığı deyirdim də. Deyir, karbon yadırım. Karbon qazı heç vaxt çirkin qaz olmayıb. Karbon qazı olmazsa biz ölə bilərik. Karbon qazı olmazsa başımın üstündə yorğan ola bilməz. Yer kürəsi 18-18 dərəcə buzla örtürlər. Yaşayış məhv olar. Yaşallıqlar, canlı aləm, insan karbon qazı hesabına yaşayır. Tənzimlənməlidir. Yəni, karbon qazı olmasa buzlaq olacaq. Normadan Buzlar ancaq buz olacaq. Bu bir ikincisi. Müəyyən bir səviyyədə olmalıdır ki, neçə dəfə, artıq 4 dəfə yer tamamilə buzlaşmışdır. Bəli. 4 dəfə bir buzlaşma Hələ biz bildiyimiz, hələ bilmədiyimiz nə qədər ola bilər. Bilirsiniz, bu Azərbaycanda su məsələsinə biz 2 ildir bununla məşğul olmuşuq. Bizim xüsusi xəritələrimiz var ki, SSR-dən qalan vaxtdan yeraltı sularımız hamısı var. Bəli. Və Ekologiya Nazirliyinə müraciət elədi, bizə qadağa qoydular. Siz kimsiz ki, su verəsiniz cəmaata? Budur söhbət. Heç kimə insanların xoşbəxtliyi lazım deyil. Ələxüsusda Ekologiya Nazirliyinə Azərbaycana. Çünki onlar öz müstəqil qərarları vermirlər.
Onlar da beynəlxalq imperialistlərin bir strukturu kimi, yerli tulalar kimi onların dediyini eləyirlər. Onlar heç kəsə lazım deyil o nazirliklər. İnsanlar özləri öz tənzimatını apara bilirlər. Baxın, Sovet hökuməti və Kommunist Partiyası vaxtında xalqın və zəhmətkeşlərin qayğısına qalıb mil muğam şeyləri çəkmişdilər. Kanalları. Bəli. Hardakı bizdə 11 iqlimdən 9-u bizdə və bizim Alp dağları və subekvatorial hətta zonamız var, subarktik zonamız var. Bir dənə ekvatorial və arktik zonamız yoxdur. Dağlardan gələn sular, orada dağ ətəyi rayonlar çox su ilə zəngindirlər. Amma aran rayonlarda su qıtlığı var. Deyək ki, Şamaxı tərəfidir, Kürdəmirdir, Ucardır və Sardır. Bu tərəflərdə biraz azlıqdır. Nə çətin şeydir ki, oradan bura suyu gətirmək, bəndlər yaratmaq, su hövzələri yaratmaq, kanallar yaratmaq, harada artıq sular varsa onları çək apar, harada artıq varsa da onları az olan yerə gedir. Yəni bu insanlar bunu eləyə bilər. Hələ 10 min il bundan qabaq Misirdə belə bunu eləyirdilər. Mesopotamiyada bunu eləyirdilər. Latin Amerikasında biz cürbəcür meliorasiya sistemləri, cürbəcür o arasitilli sistemalar var. Onlardan eləmişdilər hamısını. Deməli bunu eləmək olar da. Deməli, insanlar öz yaşayışı üçün təbiətdən dərk elədiyi qədər, bilikləri olduğu qədər, bax, görkəmli belə alimlərimizdən istifadə edib, biz doğru, düzgün yaşayışımızı təmin eləyə bilərik. Məsələ ekologiyadan getmir, məsələ ekoloji alimlərdən getmir, ekologiya elmindən getmir. Məsələ məmurlardan gedir. Bəli. Məsələ o insanlara, yaşayışına mane olan parazit məmurlardan gedir. O çirkin oyunlardan gedir. İstənilən məmur parazitdir. Bir dənə də məmur insana xeyri yoxdur. Amma onlar nəyə görəsə, bu struktur belə qurulubdur, güya ki, onlar böyük bir nədirlərsə. Onlar heç nədirlər. Əsas insandır, əsas zəhmətkeşdir, əsas alimlərdir, əsas dürüstlükdür, dəqiqlikdir, doğruluqdur, əsas şərəfdir. Bilirsiniz, bu da yoxdur. Çünki hər şeyi üstələyir pul, siyasət və onların maraqları. Ona görə də biz bugün müzakirə eləmirik ki, ekoloji texnoparklar bizə lazımdır ya yox. Biz bunu müzakirə eləyək ki, İnsanların yaşayışına parazit məmurlar lazımdırmı ya yox? Bax, bu doğru sualdır. Ekoloji durumumuz həmən günü düzələcəkdir. Nətər olurdu ki, Sovet vaxtında xüsusi öyrənirdilər ki, küləklər misal üçün tarlaları yuyub aparır. Nə eləmək lazımdır? Ağaçlar əkmək. Ağaçlar əkirdilər, hər şey düzəlirdi. Torpaqların yuyulması filanı bəsməkə elm hamısını bilir. Amma kim onu icra eləyəcəkdir? Baxın, Çində deyirlər ki, belə problemdir, elədir, texnogendir filandır. Amma Çin necə bunu gözəl elədi? Səhra olan yerlərə adam başına dedi ki, 5 dollar verirəm ki, kim bir dənə ağac əksə. Əsas odur. Nə qədər orada ağaclar əkildi. Cəmaət həm ekoloji durumdan bir tərəfdən həvəslənir, digər tərəfdən pul qazanmaq naminə eləyir. Amma digər tərəfdən nə qarırlar? Amazoniyada deyirlər ki, kim ağacı kəsib versə ona pul veririk. Rusiyanın Sibir ağaclarını gedirlər, onları məhv eləyirlər Baykalı oranı. Amma özlərinkini isə eləyirlər. Niyə görə? Çünki Çin müstəqildir. Çin beynəlxalq imperialistlərə uyğun getmir. Özləri başdan xarabdılar, o başqa məsələ. Hər zirzibillər yeyirlər, nə qarırlar, nə inirlər, o öz işləri bilərlər. Amma istənilən müstəqil hərəkətlərini götürə bilirlər. İstəsələr məhv eləyərlər özlərini, istəsələr düzəldərlər özlərini. Onlar sənayeni qaldırdılar, imkanlaşdırdılar. Bugün Çin ən qabaqda gedən ölkələrdən biridir. Bugün onların imkanı var ki, müəyyən ekoloji proyektlərə pul buraxa bilərlər. Başa düşürsünüz? Burada ekologiya problemi deyil, bilik kifayət qədər var. Elm kifayət qədər var, heç bir problem də yoxdur və belə sual qoymaq ki, biz neyniyək? Zaman var idi, Sumqayıt kimi iri bizim sənaye zonamız var idi və bir çox orada sənaye zavodlarımız var idi ki, insanlar işləyirdi. Bəli, problemlər var idi. Organik sintez, superfosfat və digər kimi məsələlər var idi ki, müəyyən əlbəttə ki, zəhər buraxırlar. Bəs neynəsinlər? Harada zəhər buraxmırlar? Siz baxın, bilmirəm, olmuşsunuz Delhidə. Delhidə nəfəs almalı deyil. Qapqaradır. Los Angeles bədbəxt gündədir və digər iri ölkələr, şəhərlər var ki, onlar bədbəxt gündədirlər, amma avtomobil tullantılar falan. Niyə avtomobil tullantılarını imkan vermirlər ki, yığışdıraq biz? Hələ indi elektromobillər ortaya çıxır. Üstəlik, ən çox ziyan verən nədir? İnsanlardır, karbon qazıdır, heç də yox. İri zavodlar var ki, bir dənə o zavod milyonlarla insanı əvəz edir o nəfəsini. Amma o iri zavod imperialistə məxsusdur, onu bağlamaz. Bir dənə BP kimi şirkət, Planetar Transmilli Korporasiya, planeti birbaşa məhv edir. Amma BP harada görmüşük ki, nə qədər ayırır öz büdcəsindən ekoloji proyektlərə? Budur söhbət.
Yəni, birbaşa BP kimi şirkət məhv olsa ekologiya dərhal düzələcəkdir. Və bu karbon söhbəti, boş-boş söhbətlər hamısı yığışdırılacaqdır. Bu karbon söhbəti, Parnikov effekti hamısı cəfəngiyatdır. Bu David Rockefellerin hamısı uydurması da ortaya atıbdır. Çirkin iqtisadi oyunlar gedir dünyada. O iqtisadi deyil, siyasi oyunlardır. Ancaq bu. Onun boş söhbətidir. Qətiyyən Parnikov effekti deyilən şey yoxdur. Qətiyyən karbonun artmağı belə məsələsi yoxdur. Bunlar hamısı baş şeylərdir. Sonra ölçürlər. Kim nə bilirsən ki, nətər ölçürsən? Hansı qayda ilə bunu ölçürsən? Nətər eləyirsən? Bugün doğru, dürüst ekoloqlarla oturub söhbət eləsək, hər şey öz qaydasına düşə bilər. Amma onların sözünü həyata keçirtməyə mexanizm yoxdur. O mexanizmi həyata keçirir. Siz demədiniz ki, dağlıq zonalarında sularımız, çaylarımız nə qədər var. Aran zonasında su yoxdur. Mən Dünya Bankının eksperti idim, 15 ildir. Yerli kənd cəmaatı müraciət elədi cənab prezidentə. Cənab prezidentə dedi İlham Əliyevə. İlham Əliyev dedi ki, nə qədər sizin sularımız var. Əmr verdi ki, qazın yeraltı suları Hərbi Nazirliyə sərəncam verdi ki, sizə nəzarət eləyir. Sərhəddə aşmasınlar. Suları qazdı. Kimdir? Məmurlar torpaq alıblar. 1000 hektar, 2000 hektar. Malqara saxlayırlar. Ot lazımdır, su varmaq lazımdır. Suları ambar, özləri üçün ambar yaradır. Bu nə deməkdir? Sən bunu nəzarət elə. Özbaşınalığı qoyma. Bu bir ikincidir ki, ictimaiyyəti işlə təmin etmək istəyirsənsə, texniki peşə məktəbləri aç. Mən tullantılardan sizə nə istəyirsə düzəldə bilərəm. Çörək qablarından tutmuş, zibil qablarından tutmuş, elektron tullantılardan lampiçkalara 10 kilovat, 20 kilovat enerji yaradaram, cəmaat özünüzü təmin edə bilər. Ancaq hünarım var onu elə. Mən bunu eləsəm, bir dəfə mənim əlimdən aldılar. Evi düzəltmişdi. Dövlətdən işıq almırdım, eləmirdim. Sən de, dövlətin borcum var dövlətin, nə qədər? 10 min. Senin başınız xarabdır. Mənim öz işığım var. Mən dövlətin işığını istifadə eləmirəm. Budur. Acə tullantılarda sən aç, biz onlara dərs deyik. Gənclər cavandır da, alim adamam da. Mən özümlə qəbrə nöş aparmalıyam. Örgədim onları. Dövlət niyə görə keçmiş SSR-də olan tullantıları idarə olunmaq üçün qanun qayda var idi. Qəbul edici məntəqələr açırdılar. Yeni iş yerləridir, kağızdadır, hamısını yığışdırırlar, elədilər. Zibil yeşilləri həyətlərdə yox idi. Tərtəmiz idi həyət, tullantı yox idi. Ancaq hindi psatdır. Heç nə eləmirlər. Ancaq örgəniblər. Dünyada gedən çirkin siyasi oyunlarla ona qaçışsınlar, oyuna görə biz nə qazanarıq? Dedilər, nefti, qazı dayandırmaq lazımdır, nefti, qazı dayandırmaq lazım deyil. Bunu Allah Taala verib bizə. Əgər yadınızdadsa, 15 il bundan qabaq Rusiyada Çeçenistanla Rusiyanın arasında araları pis idi. Orada olan neft boruları hamısını dayandırmışdılar. Dedilər ki, neft tutardı. Bəzilərində neft oradan az çıxırdı. 10 ildən sonra oranı açıla gördülər ki, pantan vurur neft. Təbiətdir. Sən təbiət nəyə ayaqlaşırsan? Özüm, mən coğrafiyam qutarmışım. Mənə yaxın təbiətdir. Dərs girdim ekologiya sahəsində, kimisə xoşuna gəlmədi. Reallığı heç kəs sevmir. Hamısı içində çirkin, mən dediyim yolda sən də get. Vəssala. Müasir texnologiya bu sənaye parklarına tətbiq olunacağı halda o zərərlərin qarşısını almaq gücündədirmi? Bunu da cavablayaq, yekunlaşdıraq. Buyurun. Başa düşdüm sizi. Müasir texnologiyanda siz neyi nəzərdə tutursunuz? Məni bilib onu deyim. Müasir texnologiya nədir? Müasir texnologiya günəş panelləridir. Bəlkə də yox. Traktor. Onlar mənə lazım deyil. Bəs nə lazımdır? Biz də onu bilmək istəyirik. Mən hər hansı bir 5 mərtəbəli evi, 7 mərtəbəli binadır da, həkimlər evi. Mən oranı işıqlandırmaq üçün, mən gərək 5 mərtəbəli qabağında olan bir də Heydər Əliyev parkını, hamısını günəş panellərini dolduram ki, oranı işıqla təmin edəm. O mənə lazımdır. Torpaqları zəbt eləyən, günəş panelləri qoyur. Mənə lazım deyil o. Onu Amerika elirdi, satırdı o qiymətlə. Çin imsat üstəliyib onları. Çin ucuz qiymətə satır. Gəlir, götür. Bu yeni qazıntı məsələlərdir. Litidir, radondur. O bu hamısı torpaqda qalıb. Onları təzdən qazmaq lazımdır. Günəş panelləri düzəltmək lazımdır. Külək panellərini vermək lazımdır. Gəlin, keçək ona. Mənə o lazımdır. Metan qazıdır. Hidrogen qazıdır. Oksigeni 2 dəfə şeylərlə parçalarsa hidrogen qazı alır da. Hidrogen qazını almağı nə var? Suda. Su hidrogen qazından ibarətdir də. Al elə də texnologiyalar. O texnologiyalar var. Onları sərf eləmir, onları qəbul eləməyə. Heç kəs sərf eləmir. Amerika, Almaniya haykü qaldırdı.
mən atom elektrik stansiyasını da dayandırıram. Mənə neftdən gələn atom elektrik stansiyasında mənə neft, qaz, işıq lazım deyil. Dayandırdı, indi satdı, qalıblar ləliyə. Neft yox, qaz yox, o yox. Cəmaatı indi nə təmin edilməlidir, nə işıqdan da məhrum olurlar, hər şeydən məhrum olurlar. Budur. Çirkin siyasi oyunlar gedir. Ona mənə gəlir ki, millətə düzgün məlumat çatdırmaq lazımdır. Yalan məlumatlar yox. Əgər bu yaxınlarda məsələn, bundan qabaq dediyim ki, dedilər ki, su qıtlıq olacaq. Hər hansı bir, bəzi alimlər də ona qoşuldadılar ki, bəli, 3-cü dünya müharibəsi gözlənilir. Heç bir 3-cü dünya müharibəsi gözlənilmir. 3-cü dünya müharibəsi oldusa, yer kürəsi məhv olub gələcək. Aydındır. Çünki hamısında atom elektrik stansiyaları var, hamısında atom bombaları var. Onunla da yeri vurub partlayacaq, heç kəs getməz ona. Aydındır. Təşəkkür edirəm bu maraqlı müzakirəyə görə. Biz bugün sənaye parklarının ekoloji vəziyyətə təsirindən danışdıq. Həmçinin müasir texnologiyanın ekoloji zərərin qarşısını ala biləcəyini müzakirə etdik. Və eləcə də qlobal güclərin ekoloji, iqtisadi maraqlarından da danışdıq. Studiyamızın qonaqları Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri ekoloq Telman Zeynalov idi və valioloq İbrahim Əsədli idi. Belə, Yaşıl Dünya naminə Yaşıl həyat dedik. Gələn həftə yenə görüşəcəyik. Təbiəti sevin, təbiəti qoruyun. Söhbətçiniz mən idim, Murad Əzimzadə. Görüşərik. Layihə Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanıb.